Bura isə Moz çay və Tutqun çayın qovşağından 1 kilometr şimalda yerləşən Zülfüqarlı mineral termal su yatağıdır. Hidrokarbonatlı, natriumlu və kalsiyumlu tərkibi ilə seçilən bu su sutkada 600 min litrlik nəhəng ehtiyatı ilə bölgənin ən mühüm təbii sərvətidir. Revmatizmadan dəri xəstəliklərinə, sinir sistemi pozuntularından oynaq ağrılarına qədər 1001 dərdin dərmanıdır. 58-67 dərəcədə olan isti su termal bulağı ilə yanaşı kənd ərazisində müxtəlif minerallarla zəngin 12 aktiv bulaq mövcuddur. Gündəlik istifadə üçün yararlı, təbii qazlı mineral su olan isti su mənbəyini Kəlbəcərin Dəlidağ ərazisindən, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdən götürüb. Bu mineral suyun istehsalına 1976-cı ildə başlanılıb. 1993-cü ildə Kəlbəcərin işğal edilməsi ilə yarımçıq qalıb. 44 günlük vətən müharibəsində Qarabağın azad olunması ilə bu ərazilərdə geniş miqyaslı quruculuq işləri başladı. Təməli 2022-ci ilin iyulun 26-sında Prezident İlham Əliyev tərəfindən qoyulan isti su mineral su zavodunda işlər 2024-cü ildə tam yekunlaşıb. Beləliklə 30 ildən sonra isti su yenidən istehsal olunmağa başladı. Hazırda zavodun illik istehsal gücü 100 milyon butulkadan artıqdır. Bütün istehsal prosesi yerli və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilir. Zavodda qabaqcıl avtomatlaşdırılmış su doldurma xətləri və robotlaşdırılmış ambar idarə etmə sistemi quraşdırılıb. Ən müasir standartlara cavab verən müəssisədə illərdir vətən həsrəti ilə yaşayan insanlar çalışır. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Burada yaradılan iş şəraiti, yeni imkanlar insanı daha da həvəsləndirir. Bu səbəbdən göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin təşəkkürümü bildirirəm. Çünki biz bugün bu qayğı və dəstək sayəsində yenidən öz yurdumuzda xoşbəxt şəkildə yaşayır və çalışırıq. Zavodun yaratdığı iş imkanları bölgədə iqtisadi canlanmaya səbəb olub.